Gənclər, salam, axşamınız xeyir olsun. Eşitmə və müvazinət orqanımız haqqında istəyirəm bu dərsdə danışaq. Eşitmə orqanı, müvazinət orqanı, gəlin ilk öncə uşaqlar bunların təkamülünə baxaq. Çünki bilirsiniz ki, dərslərə kompleks yanaşanda onu öyrənmək daha yaxşı yadda qalan olur. İlk dəfə müvazinət orqanı axtarsaz Kalmarda yaranmışdır. İlk dəfə müvazinət orqanında kirəc daşlar axtarsaz xərçəngin qısa bığcıqlarının dibində yaranmışdır. İlk dəfə eşitmə orqanı desək onurğalılarda, daxili qulaq balıqlarda, orta qulaq suda yaşayanlarda, bunların hər ikisi Devon dövründə meydana çıxdı. Xarici qulaq keçəcəyi ilk məməlilərdə Triasda, xarici qulaq seyvanı isə yenə də əsl məməlilərdə təbaşirdə meydana çıxır. Bu qulağın təkamülü haqqında dediklərim, bunları bir yerə not eləsəniz yaxşı olar. Və sizə bu videolarda çatdırdığım bütün məlumatlar məktəb dərsliyi səviyyəsindədir. Məktəb dərsliyindən kənara çıxmamağa çalışıram. Çünki dərsləri izləyənlər həmçinin məktəblilərdirlər deyə onlara da faydam toxunsun. Bu məqsədlə də bu şəkildə videoları izah edirəm. Belə, qulağın quruluşuna baxdıqda uşaqlar qulaq eşitmə orqanımızdır və qulaq səs şəklində, dalğa şəklində olan impulsları qəbul edir. Göz və qulaq hər ikisi dalğa şəklində olan impulsları qəbul edir ki, bunlar fiziki qıcıqlardılar. Göz işıq dalğalarını, qulaq səs dalğalarını qəbul edir. Qulaq 3 hissədən ibarətdir. Daxili qulaq, orta qulaq və xarici qulaq. Daxili qulaq hissəsini, baxın bu hissədən bu hissəyə qədər olan hissəni göstərirəm. Gicgah sümüyünün içərisində yerləşmiş müvazinət və eşitmə orqanı saydığımız ilbizdən ibarətdir. Daxili qulağın müvazinət aparatına 3 ədəd yarım dairəvi kanal, girdə oval kisəciklərə aiddir. Girdə oval kisəciklərin içərisində otolit adlandırdığımız daşlar vardır. Bu daşlar isə yer çəkiminə görə hərəkət etməmizi təmin eləyir. Yəni, çəkiyə görə kütlə yox ha, yerin cazibə qüvvəsinin təsiri ilə hərəkət edir və beləliklə də biz fəzada səmtimizi dəyişəndə həmin istiqamətdə kirəc daşlar dığırlanaraq bizə fəzada səmti dəyişdiyimizi göstərir. Əgər biz çəksizlik şəraitində olsaq, onda kirəc daşlar yerin cazibə qüvvəsindən çıxmış olacaq və beləliklə də fəzada səmti sadəcə gözlərimizlə müəyyən etmiş olacağıq. Müvazinət siniri və eşitmə siniri qoşa olaraq çıxır. Buna görə də anadan gəlmə eşitmə problemi olan şəxslərdə yeriyə bilmək, müvazinətini tənzimləmək problemləri görülən məsələlərdirlər. Çünki bu iki sinir bir-birinə sanki dəstəkdir. Yəni, uyarını ötürdükcə, impulsu ötürdükcə onlar bir-birinin titrəməsinə səbəb olur. Buna görə də anadan gəlmə danışmayan uşaq həmçinin müvazinət problemləri ilə də qarşılaşa bilir. Daxili qulaqda eşitmə reseptorlarının yerləşdiyi hissə adlanacaq ilbiz. İlbiz eşitmə reseptorları yerləşən yerdir və analizatorun başladığı yerdir. Çünki analizatorları öncəki dərsdə qeyd etmişdik ki, analizatorlar 3 hissədən ibarətdir. Reseptor, sinir və onun müvafiq payı yarımkürələr üzərində. İlbizdə də eşitmə reseptorları yerləşir, eşitmə siniri ilə gicgah payına ötürülür. O zaman eşitmə analizatorunun hissəsi ilbizin özündən başlayır. İlbiz deməli zarlı pərdəli labirintdən, sümük labirintdən ibarətdir. İçərisində 24 mindən çox elektrodlar vardır. Həmin o elektrodların titrəməsi nəticəsində orada mayenin tərpənməsi zamanı onlar titrəyir və beləliklə gələn səs dalğaları sinir impulslarına çevrilir və eşitmə siniri vasitəsilə gicgah payına ötürülür. Burada səsin amplitudu, səsin hündürlüyü, şiddəti, tezliyi və s. analiz olunur ki, biz də ona uyğun şəkildə cavab veririk. İlk dəfə daxili qulaq yaranmışdı, onurğalılarda, balıqlarda, bu da Devon dövründə idi. Daha sonra yarandı orta qulaq. Orta qulaq bax bu hissəni əhatə edir. Daha öncəki şəkilləri silim. Orta qulaq bu hissəni əhatə edir gənclər. Orta qulaq təbil pərdəsi və oval pəncərə arasında yerləşir.
Xarici qulaqla onu ayıran hissə təbil pərdəsi, orta qulaqla daxili qulağı ayıran hissə isə oval pəncərədir. Daxili qulaqda 3 eşitmə sümüyü yerləşir. Təbil pərdəsindən söykənən sümüyün adı çəkid, çəkidin vurduğu sümük zindan, zindanın yerlədiyi bu xırda sümük isə üzənci sümüyüdür. Bu sümüklərin təkamülünə baxsaz ən qədimi üzənci sümüyüdür. İlk dəfə orta qulaq yaranan qurbağalarda, suda quruda yaşayanlarda Devon dövründə yaranmışdır və üzənci sümüyü suda quruda yaşayanlarda, sürünənlərdə, quşlarda da davam edir. Sadəcə məməlilərdə biz 3 cüt eşitmə sümüyünün üçünə də rast gəlmiş oluruq. Sümükləri ardıcıl şəkildə öyrənməyiniz şərt. Çəkid, zindan, üzənci. Üzənci də oval pəncərəyə söykənir ki, oval pəncərədə daxili qulağa keçid edir. Və beləliklə bu sümüklər səsin şiddətini artırır. Məsələn, xarici qulaq seyvanından qəbul etdiyimiz səs xarici qulaq keçəcəyi ilə gəlir. Təbil pərdəsinə söykənmiş çəkid sümüyünü titrədir. Çəkid zindana vurur, zindan üzəncini yelləyir ki, o da gedir oval pəncərə vasitəsilə həmin oradakı mayeəni tərpətmiş olur. Beləliklə də səsin şiddətini artırır. Yəni səsi gücləndirərək bir növ ötürür və bu sümüklərin böyüməsi, kirəcləşməsi otoskleroz adlanan xəstəliyə səbəb olur ki, bu da Beethovende gördüyümüz xəstəlikdir. İrəliləyən dəqiqələrdə qeyd edəcəm. Təbil pərdəsi daxili qulaqla, orta qulaqla xarici qulağı ayıran pərdədir. Təbil pərdəsi də ilk dəfə suda quruda yaşayanlarda yaranmışdır. Xarici qulaq seyvanı triasda, ilk məməlilərdə, onlarda xarici qulaq keçəcəyi, pardon. Xarici qulaq keçəcəyi triasda, ilk məməlilərdə, onlarda seyvan hissə yoxdur. Seyvana isə biz əsl məməlilərdə təbaşir dövründə rast gəlirik. Xarici qulaq seyvanı səsi dalğaları qəbul edir, ötürür xarici qulaq keçəcəyinə, keçəcək vasitəsilə də gətirir, təbil pərdəsinə ötürmüş olur. Və qulaq kirivəzləri dediyimiz xarici qulaq keçəcəyində yerləşir qulaq kirivəzləri. Bu da xüsusi antibakterial maddə ifraz etməklə mikroorqanizmlərin qulağa daxil olmasının qarşısını alır. Xarici qulaq seyvanına baxaraq, məsələn, yarasanın qulağının quruluşuna baxaraq radar sistemini, biotexnologiyada radar sistemini bionika hissəsində ona baxıb hazırlanmışdır. Xarici qulaq, orta qulaq və daxili qulaq dedik 3 hissədən ibarətdir. Orta qulağı burun udlaqla əlaqələndirən bu hissə isə adlanır Yevstaxi borusu. Yevstaxi borusunda 1 kub santimetr hava olur. Buradan gələn hava təbil pərdəsinin hər iki tərəfində, yəni xarici qulaqla orta qulaq arasındakı təzyiqi tarazlaşdırır və beləliklə də pərdənin partlamasının qarşısını alır. Əgər güclü partlayış səsi eşitsək, yaxşı olar ki, ağzımızı açıq saxlayaq, çünki bu zaman təbil pərdəmiz zədələnə bilər. Bir də gənclər, təbil pərdəsi elə belə zədələnməz. Adətən o daha yaxşı müdafiə olunur. Amma indi iş oldu, zədələndi. Məsələn, şillə vurmaqla, qulağının dibindən möhkəm şillə vurmaqla da partlaya bilər. Bunu necə müəyyən etmək olar? Çox şiddətli ağrı ilə müşahidə olunur. Nadir hallarda görülür ki, məsələn, uşaqlarda, əgər uşaq yaşında təbil pərdəsi zədələnibsə, yırtılıbsa və yaxud da infeksiyadan, ağır qripdən falan da yırtıla bilir. Bu zaman özü tədricən bərpa oluna da bilirdi. Səs dalğasının və yarandığı sinir impulsunun keçdiyi yolun ardıcıllığına baxsaq, qulaq seyvanından xarici qulaq keçəcəyinə keçər. Buradan da təbil pərdəsi var. Təbil pərdəsi çəkicə söykənər. Çəkid zindana, zindan üzənciyə vurar. Üzəngi oval pəncərəyə, sonra dəhlizdən ilbizə keçər. İlbizdə həmin elektrodlarda yaranan sinir impulsu eşitmə siniri vasitəsilə eşitmə mərkəzi dediyimiz gicgah mərkəzinə ötürürlər. Və qulaq dedik həm də müvazinət orqanıdır. Çünki vestibulyar aparat deyilən aparat yerləşmişdir həmin orqanda. Bunun da içərisində otolit adlanan kirəz daşçıqlar var idi. Bunu da qeyd etdik. Və belə qulağımızı qorumaq üçün müəyyən qaydalara riayət edək, qulağımızı vaxtı-vaxtına təmizləyək, əlimizə gələn şeyləri qulağımıza salmayaq, uşaqlar güya qulağımızı təmizləyirik, sancaqdır, karandaşdır və s. Qrip zamanı burnu möhkəm fınxırmaq,
özü mikroorqanizmlərin orta qulağa keçməsinə, orada iltihab törətməsinə səbəb olur. Məsələn, angina və skarlatina törədiciləri orta qulaqda iltihab yaradır. Həmçinin güclü səslər mən biraz narahatam. Üzrlü sayəsiniz inşallah ağır xəstəlikdən durmuşam. Səsimin də kallığından hiss olunur. Güclü səslər də qulağın deşilməsinə səbəb olur. Məsələn, 8-ci sinifin son bölmələrində yazıb ki, 65 desibelə qədər səslər normaldır, 35-65. 65-90 arası səslər mütəmadi eşidilərsə ziyan vurar. 90 desibeldən yuxarı səslər isə bu artıq ciddi dərəcədə qulağımızı zədələyə bilər. Güclü səslər zamanı ağzı açıq saxlamaq və yaxud da xarici qulaq keçəcəyini bağlamaq lazımdır ki, səs getməsin. Bir də otoskleroz bayaqları qeyd etdik, orta qulaq sümüklərinin böyüməsi nəticəsində eşitmənin pozulması və ya tamamilə itməsi. Günümüzdə rahat müalicə oluna bilən problemlərdəndir. Beethoveni məsələn eşitmədən məhrum edən xəstəlik buydu. Və beləliklə tapşırıqlar hissəsində əslində qeyd edəcəyim xüsusi bir məqam yoxdur. Buna görə istəyirəm elə ardını davam eləyək dəri. Dərinin quruluşuna baxdıqda bəzi orqanlarımızın müəyyən funksiyaları var. Bəzi orqanlarımız isə onlar öz funksiyasından əlavə başqa funksiyaları da yerinə yetirirlər. Məsələn, dəri həmçinin ifrazatda iştirak edir. İstilik tənzimində iştirak edir. Kör insanlarda dəri hissiyatı daha güclü inkişaf eləmiş olur. Günəşin təsirindən D vitamini sintez olunur və s. Dərimiz uşaqlar 3 qatdan ibarətdir. Birinci qat adlanır epidermis. Çox qatlı epitel toxumasından təşkil olunur. Burada qan damarları yoxdur. Epidermisin üst qatındakı bütün hüceyrələr ölüdür. Daima sökülüb tökülür. Onun alt qatında isə nazik canlı hüceyrə təbəqəsinə rast gəlmək olur. Məsələn, saçımızda əmələ gələn kəpək də həmin o ölmüş hüceyrələrdirlər ki, tökülürlər. Alt qatda isə dedik canlı hüceyrələr vardır ki, ölmüş hüceyrələrin əvəz olunmasını təmin edir və həmin o canlı hüceyrələrdə melanin pigmenti vardır. Bu da günəşin şüalarının təsirindən miqdarı arta bilir. Məsələn, dərimiz qaralır yayda. Bax, bu melanin pigmentinin sintezini gücləndirir. Və bir də burada diqqət edəcəyimiz hissə, uşaqlar, bu hissələrə bir dənə diqqət yetirsəz, dəri, ağız boşluğunun, udlağın, çeykli qişanın reseptorlarını, ağrının, isti, soyuğu hiss edir. Deməli, dəridə ağrı, isti, soyuq, təzyiq, temperaturu, toxunmanı, əşyanın formasını müəyyən edə bilən reseptorlar var. Buradan əmələ gələn oyanmalar dəri hissiyatı vasitəsilə təpə nahiyəsinə ötürülür. Gözümüzü yumub əşyalara toxunduqda onların həm temperaturunu, formasını, bərkliyini, yumuşaqlığını hiss etmiş oluruq. Kör insanlarda isə dəri hissiyatı daha güclü inkişaf eləyir. Çünki onlar digər analizatorun işi zəiflədiyinə görə daha çox məlumatı dəri vasitəsilə əldə etmiş olurlar. Dəri reseptorları barmaqlarımızın uc hissəsində daha çoxdur. Ona görə biz nəyəsə toxunanda ilk öncə barmağımızın ucu ilə toxunuruq. Bir də ayağımızın altındakı reseptorlar bədənimizin xarici mühitlə vəziyyətini müəyyən etməyə imkan verir. Bunu gözdən qaçırdığımız cümlələrdən biridir uşaqlar. Ona görə xüsusilə altından xətt çəkirəm ki, diqqətlə baxaq. Demək, dərinin üst qatı oldu epidermis, alt qatı olur derma. Əsl dəri dermis, epidermis, dermis, hipodermis. Elmdə adı belə gedir. Biz deyirik üst qatı epidermis, əsl dəri derma, bir də dəraltı pi qatı. Əsl dəri qatında qan damarları yerləşir. Sinir, tərvəzlər, reseptor, tükü qaldıran əzəllər və bunun epidermisdən xeyli qalındır vəziyyəti və bütün hüceyrələr canlıdır. Birləşdirici toxumadan əmələ gəlmişdir. Deməli, derma qatı əmələ gəlir mezodermadan. Mezoderma. Mezodermadan əmələ gəlir, epidermis isə ektodermadan əmələ gəlir. Ektoderma. Düşeyin vərəqlərindən götürsək, ektodermadan əmələ gəlir.
İndi gəlin bu şəkil üzərindən baxaq. Demək, üst hissə göstərilən hissə epidermisdir. Epidermisin dedik ki, buradan bura qədər olan hissənin hamısı epidermisdir. Epidermisin üst hissəsi ölüdür, onun alt qatındakı hüceyrələr isə canlı hüceyrələrdirlər və həmin o canlı hüceyrələrdə də rəng pigmenti olan melanin pigmenti vardır. Buradan bura qədər olan hissə olacaq derma qatıdır. Derma qatında tükün soğanaqları yerləşir, tükü qaldıran say əzəllər yerləşir. Say əzəllər bunlar burada həmçinin reseptorlar yerləşir. Dəridə cüzi miqdarda dad da var, amma toxunmadır, təzyiqdir, ağrıdır, istidir, soyuqdur, əşyanın formasıdır. Bunların hamısını hiss edə bilən reseptorlar var və dəri bu arada ən böyük orqanımızdır. Səthinin sahəsi 2 kvadrat metrdir. Dəri ən böyük orqan olmaqla yanaşı, həmçinin üzərində küllü miqdarda reseptorlara rast gəlinir ki, məsələn, bunlardan vəzlər və reseptorlar var deyərdik. Burada yazıb ki, 2 kvadrat metr dərimizdə 2 milyon təkcə tərvəzinin sayını göstərir ki, 2 milyon tərvəzləri var. Deməli, bu şəkildə göstərilən tərvəzidir. Tərvəzin axacağı epidermisin üst hissəsinə açılır. Bir də pivəzləri vardır ki, pivəzlərinin axacağı tükün derma qatını, derma nəymiş? Tükün soğanağına açılır. Ona görə də tüklərimiz yağlanır, saçımız ona görə yağlanır. Çünki pivəzlərinin axacağı tük soğanağına, tərvəzlərinin axacağı dərinin epidermisinə açılır. Pivəzləri, tükləri həm qidalandırır, elastik və parıltılı eləmiş olurdu. Amma pi toxuması desə, o artıq dərinin alt qatı olan pi qatında yerləşmiş olur. Tükü qaldıran əzəllər say əzəllərdirlər. Buna görə biz özümüz tüklərimizi qaldırıb endirə bilmirik. Amma yırtıcılarda bunlar özləri tərəfindən idarə oluna bilirlər. Həmçinin dermada yerləşir qan damarları. Qan damarlarının da divarı sayı əzələdir. Buna görə də dermada biz sadəcə bir növ əzəliyə rast gəlirik. O da olacaq hamısı sayı əzəllər. Tərvəzləri də yazıb epitel mənşəlidir, dermada yerləşir. Bu da xarici sekresiya vəzidir. Tərvəzlərinə biz ilk dəfə iç məməlilərdə triasda rast gəlmişik. Tərvəzlərinin bir şəkil dəyişməsi süd vəzlərdir. Onlar da triasda rast gəlinir. Həmçinin dəri dedik ifrazatda iştirak edir. Çünki tərvəzləri vasitəsilə sidik cövhərinin ifrazatda demişdik bunu, müəyyən miqdarı dərinin səthinə axıdılırdı. Və beləliklə də ifrazatı da kömək etmiş olurdu. Dəraltı pi qatı bu dərinin qalınlığının dəyişə biləcəyi qatdır. İnsandan insana dərinin dəraltı pi qatının qalınlığı dəyişə bilir. Yəni standart deyil. Arıq adamlarda daha nazikdir. Biraz kilolu insanlarda isə daha qalın olmuş olur. Dərini qorumaq üçün də bu gigiyena qaydaları var. Oxuyub vaxt aparmaq istəmirəm. Özünüz məndən də yaxşı oxuyursunuz. Və gəlirik qoxu və dad orqanımız. Qoxu orqanımız burundur. Dad orqanımız dildir. Bunlar bir-birləri ilə sıx əlaqəlidirlər. Qida ağız boşluğuna daxil olarkən burun udlaqdan keçir qoxusu və burun boşluğuna gedərək orada reseptorları qıcıqlandırır. Buna görə də biz qidanın həm dadını, həm də qoxusunu duyuruq. Deməli, qoxu və dad orqanı bir-biri ilə əlaqəlidir. Qrip olduqda burnumuz seliklə dolur deyə qidanın dadını da yaxşı hiss eləyə bilmirik. Və bunlar beyində bir-biri ilə əlaqəli ayırt olunur. Qoxu və dad orqanları, vacib cümlələri qeyd edirəm. Siz də baxın. Burun ilk dəfə yarandı balıqlarda, amma onlarda burun sadəcə qoxuya xidmət edirdi. Suyun altına tənəffüs eləyəsi deyildi ki, burnuyla. Qurbağalarda isə burun həm qoxu, həm tənəffüsdə iştirak eləyir. Qoxunun reseptorları burun boşluğunun selikli qişasındadır. Yırtıcılarda qoxu daha yaxşı inkişaf eləmişdir. Su canlılarında isə qoxu, məsələn, su məməlilərini deyək, onlarda qoxu daha zəifdir. Amma köpək balıqlarında, akulalarda onlar kilometrdən belə qan qoxusunu hiss eləyə bilirlər. Qoxulu maddənin 1-3 molekulu kifayət edir ki, biz onun qoxusunu hiss eləyə bilək. Laboratoriya şəraitində kəskin qoxulu maddələri yaxından iyləmək olmaz, çünki qoxu reseptorlarımızı zədələyə bilərlər. Qoxu hissiyatının itməsi anosmiya adlanır.
Anosmiya. Xəstəliyin adı dərslikdə verilib. Ən sonuncu paraqraf tapşırıq 2-nin şərtində verilib. İndi ora keçəndə üzərindən göstərmiş olacağam. Və silikli qişasında qoxu reseptorları qaz halında, deməli xemoreseptorlar sayəsində qızıqları qəbul edirlər. Və reseptorlardan əmələ gələn qoxu yarımkürənin qoxu nahiyəsi, yəni alın payına gedir və burada ayırd etmiş olur ki, qoxunun nəyin qoxusudur, şiddətlidirmi, zəifmidirmi və s. Bu da həmçinin qoxunu qorumaq üçün vacib riayət etməli olduğumuz məqamlar. Əslində mən bunları oxumuram, videoda vaxt uzanmasın deyə gənclər, amma siz bunları mütləq şəkildə oxuyun və müəllimlər, özəlliklə sertifikasiya imtahanına hazırlaşan müəllimlər bilirsiniz ki, orada bir bölmə sırf insan və onun sağlamlığıdır. Bu xəstəliklərin hamısından sual gələ bilər. Dad orqanımız dildir. Dil ilk dəfə yaranmışdır mollyuskalarda, qaşovlu dilləri var idi onların və su bitkilərini qaşıyaraq oradan şirə ilə qidalanırdılar. Dil həm danışmaqda, ikinci siqnal sisteminin yaranmasında, həm qidanın ağızda hərəkətində, həm də udulmasında əsas rol oynayır. Dilin üzərində dad tumurcuqları və ya dad məməcikləri olur. Tumurcuqların üzərində dad məməciyi olur. Bunlarda isə dad reseptorları yerləşir. Deməli, dad tumurcuğu var, tumurcuqda dad məməciyi var, dad məməciklərində isə xüsusi reseptorlar var. Dilin kökü mavi rəngdə verilib acının, yuxarı yanları turş, aşağı ucu şirin, aşağı yanları isə duzlu dadı müəyyən edir. Amma bu o demək deyil ki, dilin orta hissəsi boşluqdur və burada heç bir dad müəyyən olunmur. Əslində burada da dad reseptorları var. Rus dilindən buna umami deyirlər, umami. Rus bölməsində işləyənlər varsa, fikrimi təsdiq və ya inkar eləsinlər, zəhmət olmasa. Umami turşa şirin, elə bil ki, narın meyxoş dadı, nə bilim, turşla şirinin qarışığı da alçanın dadı, yetişənə yaxın alçanın dadı necə olur? Və həmin o umami dediyimiz hissə burada müəyyən olunur. Yəni, burada da dad reseptorları vardır. Və qidanın dadını 35 dərəcə temperaturda daha yaxşı hiss eləyirik. Bundan az olanda, soyuq və yaxud da isti olanda qidanın dadını olduğu şəkildə müəyyən etmək olmur. Çünki reseptorlar onu hiss eləmirlər. Deməli, dadda kimyəvi qıcıqların təsirindən yaranan impulsları ötürür dad mərkəzinə. Bu arada dad mərkəzi də təpədir və gedir orada dad nahiyəsində ayırd olunur. Qidanın dadı dedikdə cümləyə xüsusi diqqət yetirək. Güvən test toplusunda səhv eləmirəmsə bununla bağlı bir dənə sual var. Qidanın dadı dedikdə müxtəlif reseptor, qoxu və dəri, dilin dərisindən gedir söhbət. Alınan qidaların, duyğuların məcmusu başa düşülür. Məsələn, ağzımıza bir qida qoymuşuq, dilimizin üzərində tutaq ki, bir dənə qənd var. Qəndin formasını da hiss edirik, dadını da, həmçinin onun xüsusi spesifik qoxusunu da hiss etmiş oluruq. Duyğu orqanları bizim normal fəaliyyətimiz üçün qida qəbulu olsun, həyat tərzi olsun, çox vacibdir. Və burada isə dili qoruma qaydalarıdır. Bölməni bitirmək istəyirəm, ona görə axıra qədər getmək fikrindəyəm, vaxtım varkən. Duyğu orqanların qüsurları dedikdə gənclər xüsusilə diqqət edəcəyiniz hissələrdirlər. Demək, eşitmə orqanın qüsurları qulaq cihazlarından istifadədir. Qulaq cihazlarının daha indi mütəşəkkil formaları var. Nə deyək, daha yaxşı inkişaf eləmiş formaları var da. Məsələn, qulaq cihazları var, qulaq implantları var. Sonra bəzi xəstəliklər var, yaxından, uzaqdan görmə, çəpgözlük, astigmatizm, bunların aradan qaldırılması üçün eynək və ya linzalardan istifadə edilir. Amma bəzi qüsurlar var ki, bunları aradan qaldırmaq mümkün deyil. Tutaq ki, eşitmə problemi olan insanlarda eşitmə cihazlarından istifadə olunur və bunlar işarət dilindən istifadə edirlər. Bəzən sual verirəm ki, körlər nədən istifadə edir? Deyirlər işarət dili. Yazıq görmürsə işarət dilindən nədən istifadə eləsin ki?
Həmçinin korlar üçün Braille əlifbası, Braille öz dostu üçün hazırladığı bir əlifbadır. Xüsusi deşici iynə kimi qələmləri olur. Onunla deşə-deşə yazırlar və bu domino daşına bənzəyən bir şeydir. Elə bil ki, tutaq ki, belə-belə nöqtələri olur. Məsəl üçün deyirəm də, bunun forması belədir. Mən yadımda qalanını deyirəm, məsələn, tutaq ki, atıram da, bu A-dır. 3 dənə nöqtəni belə yazsam, bu A-dır. Burada artıq 4 dənə, 5 dənə olsa başqa bir hərfə çevrilir. Bu şəkildə deşə-deşə var, şəkildən də görünür. Ki, onlar xüsusi ardıcıllıqla istifadə edərək deşirlər. Sonra vərəqi tərsinə çevirib, həmin o deşilmiş hissənin alt tərəfi necə qabarıbsa, ona toxunaraq oxuyurlar. Bu da gözdən əlillər üçün olan Braille'ın dostu üçün hazırladığı əlifbadır. Oxuyub yazmaqda hətta inanırsınız, elə olur ki, bunlar çox yüksək təhsil səviyyəsinə qədər gedib irəliləyə bilirlər. Sonra demək ola bilər eşitmə qüsurlarından dedik, göz qüsurunu dedik. Eşitmə göz qüsuru. Başqa məsələn, bayaqları qeyd elədiyim tapşırıq 2-nin şərtində anosmiya adlanan xəstəliyi verilib. Qoxu hissiyatından məhrum olma, məsələn, korona vaxtı hamımızın daha sıx gördüyü məsələ idi bu. Qoxu hissiyatımızı itirmişdik ki, mən hələ də bunu 3 ildən çox keçib artıq üzərindən, hələ də bunu tam bərpa eləmiş durumda deyiləm. Və belə görmə orqanlarının qüsurları ilə bitirib növbəti bölməni növbəti video dərsdə izah edəcəm. Bugünlük bu qədər. Sağ olun.